Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala eşrafil enbiya vel murselin seyyidina Muhammed ve ala alihi ve sahbihi ecmain emme ba'd. Yəni o ki qaldı insanın fitnələr zamanı tələsməməsi. Bu da sələflərin tövsiyələrindəndir. Fitnələr zamanı qaydalardan rəyi izhar etməkdə təmkinli olmaq, mövqe bildirməkdə tələsməmək və hər bildiyini danışmamaq. Ağıllı insan işlərin nəticəsinə baxmalı, məsləhətləri nəzərə almalı və ona yaraşmaz ki, hər bir kiçik və böyük məsələdə rəyini bildirsin. Və həmçinin ondan hər baş verən hadisədə danışması tələb olunmur. لِأَنَّهُ رُبَّمَا لَمْ يَتَصَوَّرِ الْأَمْرَ كَمَا يَنْبَغِي. Ola bilsin, o işi, məsələni lazımi şəkildə təsəvvür etməyib. Ola bilsin, onu təqdir, yəni təyin etməkdə xətaya yol verib, doğruluqdan uzaq düşüb. Bəl leysə minəl hikməti ən yubdiyəl insanu ra'yəhu fi kulli mə ya'ləm, həttə vələv kənə mütəənniyən fi hukmihi. Əksinə, hikmətdən deyildir ki, insanın hər bildiyi şeydə öz rəyini bildirməsi. Hətta onun hökmündə təmkinli olsa belə və öz rəyində doğru olsa belə. Fəmə kullu rəyin yüchəru bihi. Və hər rəy cəhr olunmaz, yəni aşkara çıxarılmaz. Və la kullu ma yu'lamu yuqal. Və hər bilinən deyilməz. Və la kullu ma yasluhu lil qawli yasluhu an yuqal ində kulli əhəd. Danışılması yararlı olan hər şəxsin yanında danışılması yararlı olmaya bilər. Yəni bir şey ki, özündə danışılması yararlıdır. Amma hər kəsin yanında danışılması yararlı olmaya bilər. Və yaxud hər yerdə, hər münasibətdə yararlı olmaya bilər. Bəlil hikmətu təqtadi ən yəhtəfizəl insanu bi əraihi illə idə istədəl məqamu zəlik. Hikmət onu tələb edir ki, insan öz rəyini qorumalı, bunu məqam tələb etdiyi zaman, hikmət, məsləhət tələb etdiyi zaman ortaya çıxardır. وَكَانَ الْمَكَانُ مُلَائِمًا وَالْمُخَاطَبُونَ يَعْقِلُونَ مَا يُقَالُ. Və məkan, yer uyğun olarsa və xitab olunanlar deyiləni dərk edərlərsə. وَإِذَا رَأَى أَنْ يُبْدِيَ مَا عِنْدَهُ فَلْيَكُنْ بِتَعَقُّلٍ. Əgər insan özündə olan rəyi ortaya çıxarmaq istəyirsə, bildirmək istəyirsə, bunu ağılla, təmkinlə və fəsahətlə olmalı. Çünki şair buyurur: وَزِنِ الْكَلَامَ إِذَا نَطَقْتَ فَإِنَّمَا يُبْدِي الْعَقُولَ أَوْ الْعُيُوبَ الْمَنْطِقُ. Sən danışdığın zaman sözünü, kəlamını çək, tərəzidə çək. Çünki ağılı və eyibləri danışıq ortaya çıxardır. Hikmətli insanlardan biri deyir ki, İnnə li-ibtidəil kəlami fitnətən təruqu və ciddətən tə'cəb fə-izə səkənətil qarihətu və ədələt təəmmül və safətin nəfs fəl-yu'idin nazar. Kəlamın əvvəlində bir
bəzəkli bir fitnə vardır. İnsanı təəccübləndirən, xoşuna gələn bir şey vardır. Əgər yara sağaldığı zaman insan yenə düşünməli, yəni baxışını yenidən qaytarmalı, təfəkkür etməli. وَلْيَكُنْ فَرَحُهُ بِإِحْسَانِ مُسَاوِيًا لِغَمِّهِ بِإِسَاءَتِهِ. Və deyir ki, insanın yaxşılığına görə, yəni yaxşı sözlərinə, danışıqlarına və əməllərinə görə olan sevinci, pisliyinə, günahlarına görə kədəri ilə eyni olmalıdır. İbn Hibban rahimehullah deyir ki, "Ər-rafiqu la yakadu yusbaq, kema ennel-acile la yakadu yelhaq." Təmkinli olan insan, mülayim olan insan, demək olar ki, ona çatan olmaz. O öndə gedər. Necə ki, tələsən insan da çatmaz. Və kəmə ennə mən səkətə la yəkədu yəndəm. Necə ki, susan insan demək olar ki, peşman olmur. Eyni ilə də danışan insan da salamat qalmır. Vəl-acilu yəqulu qablə ən ya'ləm. Tələsən insan bilmədən əvvəl danışır. Və yucibu qablə ən yəfhəm. Başa düşmədən cavab verir. Başa düşmədən əvvəl cavab verir. Yoxlamadan tərifləyir. Və təriflədikdən sonra məzəmmət edir, qınıyır. Və ya'zimu qablə ən yufəkkir. Fikirləşmədən öncə qərar verir. Və yamdi qablə ən ya'zim. Və qərar vermədən öncə irəliləyir. Vəl-acilu tashabuhun nədəmə. Tələsən insanla yanaşı həmişə peşmançılıq olar. Yəni peşmançılıq tələsən insanın yoldaşı olar. Salamatçılıq tələsən insandan uzaq olar. Və ərəblər tələsən insanı və yaxud tələsməyi peşmançılıqların anası adlandırardı. Və zəkərə bisənədi an Umar ibn Habib qal, kənə yuqal la yucəd əl-aculu məhmudən. Umar ibn Habibdən isnadı ilə rivayət olunur. Deyir ki, deyilərdi ki, tələsən insan təriflənməz, qəzəbli insan sevinç içərisində olmaz, azad insan tamahkar olmaz və kərim insan həsəd aparmaz və tamahkar insan zəngin olmaz, bezən insanın da qardaşları olmaz və yaxud da qardaşlığı olmaz. İbnül Cəvzi rahimehullah deyir, "Mə'təmədə əhədun əmran izə həmmə bi şeyin mislət təsəbbut." İnsanın bir şeyə yönəlmək istədiyi zaman, fikirləşmək istədiyi zaman dəqiqləşdirmək, aydınlaşdırmaq kimi etimad etdiyi, söykəndiyi başqa bir şey yoxdur. فَإِنَّهُ مَتَى عَمِلَ بِوَاقِعَةٍ مِنْ غَيْرِ تَأَمُّلٍ لِلْعَوَاقِبِ كَانَ الْغَالِبُ عَلَيْهِ النَّدَمِ. Nə vaxt insan hər hansı bir hadisədə düşünmədən, yəni nəticəsini düşünmədən əməl edərsə, çox vaxt peşman olar. وَلِهَذَا أُمِرَ بِالْمُشَاوَرَةِ. Buna görə məşvərət etmək buyurulmuşdur, əmr olunmuşdur. لِأَنَّ الْإِنسَانَ بِالتَّثَبُّتِ يَفْتَكِرِ. Çünki insan aydınlaşdırmaq, dəqiqləşdirməklə fikirləşir və öz üzərinə o halları ərz edir və elə bil ki, məşvərət etmişdir.
Və buna görə deyilmişdir ki, xamirur ra'yi xayrun min fatirihi. Rəyin, görüşlərin xəmir olanı fətirindən daha xeyirlidir. Və əşəddun nasi tafritan men amilə bimə varadahu fi vaqiatin min qeyri təthəbbutin və istişara. İnsanlar içərisində səhlənkarlığa ən şiddətli şəkildə yol verən, aydınlaşdırmadan, istişarə etmədən hər hansı bir hadisədə əməl edəndir. Xüsusən də qəzəb ortaya çıxardan işlərdə. Və bu insan özü üçün həlak və böyük bir peşmançılıq qazandırmış olur bu əməli ilə. Və buna görə İbn-i Cəvzi rahimehullah buyurur ki, "Fallaha at-təthəbbut fi kullil umur." Diqqətli olun. Bütün işlərdə təsəbbüt edin, aydınlaşdırın, dəqiqləşdirin və işlərin nəticəsinə baxın və xüsusən də mübahisədə qəzəb ortaya çıxardan məsələlərdə. İbn-i Qayyim rahimehullah deyir ki, mürsəl hədisdə gəlmişdir. İnnallaha yuhibbul basaran nafiz ində vuruduş şubuhat. Yəni Allah Teala şübhələr zamanı iti gözü sevər. Və yuhibbul aqlal kamil ində hululiş şəhəvat və şəhvətlər baş verdiyi zaman, nazil olduğu zaman, gəldiyi zaman kamil ağlı sevər. Fəbikəmalil aqli və sabri tudfa'u fitnetuş şəhvə. Ağlın kamilliyi ilə və səbirlə şəhvət fitnəsi dəf edilir, soğuşdurulur. Və bi kəmalil basirati vəl yaqin tudfa'u fitnetuş şubhə. Bəsirətin, yəqinin kamilliyi ilə şübhə fitnəsi dəf edilir, soğuşdurulur. Bundan sonra dəqiqləşdirmək, təmkinli olmaq, işlərin sonuna, aqibətinə baxmaq, elm və ağıl əhlinin simalarındandır. İşlərin aqibətinə baxmaq, fikirləşmək, elm və ağıl əhlinin simasıdır. وَلَا يَسْتَغْنِ عَنْهَا أَحَدٌ مَهْمَا كَنْ. Kimliyindən aslı olmayaraq hər bir insanın da buna ehtiyacı vardır. Mücərrəd elm kifayət deyildir. بَلْ لَا بُدَّ لَهُ مَعَ الْعِلْمِ مِنْ هَذِهِ الْأُمُورِ. Elmlə yanaşı bu işlərə də diqqət yetirilmək lazımdır. Və bu gözəl və hikmətli sözləri Mahmud Şakir, Allamə Mahmud Şakir rahimehullah'ın dediyi sözləri inşallah qeyd edirik və yuxarıda keçənlər özündə ihtiva edir və buyurur: Rubba raculin vasi'il ilmi bahrin la yuzaham və huve ala zalika qasirul aqli mudallalul gaye. Bəzi elmində geniş və dərya insanlar vardır ki, bununla yanaşı onların ağlı dar və qayəni, hədəfi itirmişlər. Və innəmə ya'ridu ləhu zəlikə min qibəli cürətihi alə mə leysə ləhu fihi xibrə. Bu hal ona hardan gəlir, hardan üz verir? Təcrübəsi olmayan bir işdə cürətləndiyinə görə. ثُمَّ تَهَوُّرُهُ مِنْ غَيْرِ رَوِيَّةٍ وَلَا تَتَبُّرُ. Və bundan sonra isə düşünmədən, tədəbbür etmədən addım attığına görə. ثُمَّ إِسْرَارُهُ إِسْرَارَ الْكِبْرِيَا الَّتِي تَأْبَى أَنْ تَعْقِلْ. Və bundan sonra isə təkəbbürlü insanların israrlı olduğuna görə. Yəni onların təkəbbürlü insanların israrı kimi, davamiyyəti kimi davam etdiyinə görə, hansı ki bunu
onun ağıl dərk etməsinə mane olur. وَإِنَّ أَحَدَنَا لَيَقْدِمُ عَلَى مَا يُحْسِنُ وَعَلَى الَّذِي يَعْلَمْ أَنَّهُ بِهِ مُطَّلِعٌ ثُمَّ يَرَى بَعْدَ التَّدَبُّرِ أَنَّهُ أَسْقَطَ مِنْ حِسَابِهِ أَشْيَاءَ. Və şeyx buyurur ki, bizdən hər birimiz gözəl gördüyümüz və yaxşı bildiyimiz işə girişir, addım atır və bundan sonra görür ki, hesabından, fikrindən bir çox şeyləri düşürüb, yəni unudub. Kânel aql yucibu aleyhi fiyyə ən yetəzəbbət. Ağıl ondan tələb edirdi ki, dəqiqləşdirsin, aydınlaşdırsın. فَإِذَا هُوَ يَعُودُ إِلَى مَا أَقْدَمَ عَلَيْهِ فَيَنْقُضُهُ نَقْدَ الْغَزْلِ. Və görürsən ki, bundan sonra yenə o dediklərinə və yaxud da etdiyinə qayıdaraq bir-bir onları o xalçanın iplərini söktüyü kimi sökür. وَمِنْ آفَةِ الْعِلْمِ فِي فَنٍّ مِنْ فُنُونِهِ أَنْ يَحْمِلَ صَاحِبَهُ عَلَى أَنْ يَنْظُرَ إِلَى رَأْيِهِ نَظْرَةَ الْمُعْجَبِ الْمُتَنَزَّهِ. Elmin hər hansı bir fəndə, fərqi yoxdur, hər hansı bir fəndə elmin bəlalarından, xəstəliklərindən, müsibətlərindən odur ki, sahibini öz rəyinə xoşlanmış halda baxmağa yönəltməsidir. Yəni, öz rəyini bütün rəylərdən üstün görməyə yönəltməsidir. ثُمَّ لَا يَلْبَثُ أَنْ يُفْسِدَهُ طُولُ التَّمَادِ فِي إِعْجَابِ مَا يُحْسِنُ مِنَ الْعِلْمِ حَتَّى يَقْذِفَهُ إِلَى اجْتِلَابِ الرُّؤَى فِيمَا لَا يُحْسِنُ ثُمَّ لَا تَزَالُ تُغَيِّرُهُ عَادَةُ الْإِعْجَابِ بِنَفْسِهِ حَتَّى يَنْزِلَ مَا لَا يُحْسِنُ مَنْزِلَةَ مَا يُحْسِنُ ثُمَّ يُصِرُّ ثُمَّ يُغَالِي ثُمَّ يُعَنِّفُ ثُمَّ يَسْتَكْبِرُ ثُمَّ إِذَا هُوَ عِنْدَ النَّاسِ قَصِيرُ الرَّأْيِ وَالْعَقْلِ عَلَى فَضْلِهِ وَعِلْمِهِ. Və şeyx burada bunun fəsadlarından gətirir və insan öz rəyini gözəl gördükdən sonra öz rəyi üzərində davam edir və digər rəyləri qəbul etmir. Sonra ifrata varır. Sonra başqalarını şiddətli şəkildə tənqid edir. Sonra təkəbbürlük edir və bundan sonra o insan elminə və fəzilətinə baxmayaraq insanların arasında rəyi və ağlı az və düşüncəsiz bir kimsə kimi tanınır. Bunu Şeyx Mahmud Şakir rahimehullah Məcəllə Ər-Risalə kitabında və yaxud da jurnalında buyurur. وَلَقَدْ كَانَ الصَّحَابَةُ الْكِرَامُ رَضِيَ اللّٰهُ عَنْهُمْ يُرَاعُونَ هَذَا الْأَدَبَ الْحَكِيمِ. Və sahabələr gəldikdə isə Allah onlardan razı olsun, bu hikmətli ədəbə riayət edərdilər, bunu qoruyardılar. فَمَا كَانُوا يَتَكَلَّمُونَ فِي كُلِّ شَيْءٍ. Yəni sahabələr hər bir şeydə danışmazdılar. Onlar yer, zaman, halı nəzərə alardılar. Yeri, zamanı, halı nəzərə alardılar. وَيُرَاعُونَ الْعُقُولَ وَالْأَفْهَامَ وَمَرَامِيَ الْكَلَامِ. Və onlar ağılları və fəhimləri və kəlamın məqsədini, məramını nəzərə alardılar. Və buna çoxlu dəlillər var və o dəlillərdən bəziləri Səhih Buxaridə İbn Abbas radiyallahu anhumadan deyir ki, mən mühacirlərə, yəni həcdə mühacirlərə Quran öyrədirdim. Kuntu uqrica minəl muhacir minhu Abdurrahman ibn Avf. Fəbeynəmə ənə fi mənzili biminə və huvə ində Umar ibn Xattab. Mən onun, yəni Abdurrahman ibn Avf radiyallahu anhunun, yəni çadırında olarkən, o Umar ibn Xattab möminlərin əmirinin yanında idi. İd raca ilə Abdurrahman fəqal.
Abdurrahman, yəni mənim yanına gəlib belə dedi. "Ləv ra'ayta raculan ata amiral mu'minin al-yawm faqala ya amiral mu'minin hal laka fi fulan yaqul law qala مات عمر لقد بايعت فلانا فوالله ما كانت بيعة أبي بكر إلا فتمت." Deyir ki, kaş ki sən filan kəsin, möminlərin əmiri Ömər ibn Xattab radiyallahu anhuya dediyini görərdin, eşidərdin. Nə dedi? Dedi ki, Ömər radiyallahu anhudan sonra mən filan kəsə beyət edəcəyəm. Çünki Əbu Bəkrin beyəti, Əbu Bəkr radiyallahu anhu olan beyət qəfildən oldu və quruldu. Və bunu eşidəndə Ömər radiyallahu anh hirslənir, qəzəblənir və deyir ki, mən bugün axşam çağı qalxaraq insanları bu işlərindən çəkindirəcəyəm. Abdurrahman ibn Avf deyir ki, dedim ki, ey möminlərin əmri, belə etmə. Çünki bu mövsüm, yəni həc mövsümü, müxtəlif təbəqəli insanları özündə cəm edir. Yelbeyin, səviyyəsi aşağı olan insanlar burada var. Və onlar sən qalxıb danışmaq istədiyin zaman sənə yaxın olanların çoxu onlardan olacaqdır. Və ənə əxşə ən təqumə fətəqulə məqalətən yutayyiruha ankə kullə mutayyir. Mən də qorxuram ki, onlar sənin dediyin sözləri öz yerinə qoymasınlar və uçurtsunlar. Və ən lə yada'u alə muvadi'ə fəəmhil həttə təqduməl Mədinə. Sən təmkinli ol, gözlə Mədinəyə qaydana qədər hicrət diyarına, sünnə diyarına və orada sən fiqh əhli arasında, elm əhli arasında, şərəfli insanlar arasında öz sözünü möhkəm şəkildə deyərsən və onlar da sənin sözünü anlayar, dərk edər və öz yerinə qoyarlar. Və Umar radiyallahu anh deyir ki, əmə vallahi inşaallah ləəqumənə bidəlikə əvvələ məqamin əqumu bil-Mədinə. Deyir ki, onda Allaha and olsun ki, Mədinəyə qayıdan kimi ilk görəcəyim iş bu olacaqdır. Yəni, Umar radiyallahu anh dediyi sözlər sözsüz ki, haqq idi. Amma bununla yanaşı o insanların yanında demədi. Və həmçinin möminlərə Əmir Ali ibn Əbi Talib radiyallahu anh deyir ki, haddithun nəsə bimə ya'rifun əturidun ən yukəzzəbəllah və rasulusiz. İnsanların səviyyəsinə görə danışdırın, yoxsa Allah və Rasulunun təksib olunmasını istəyirsiniz. İbn Məsud radiyallahu anh da deyir ki, mə əntə bimuhaddisin qavmən haditən lə təbuluğu uquluhum illə kənət li ba'dihim fitnə. Sən insanlara bir şey danışdığın zaman onların qavramadığı, başa düşmədiyi, onların bəzisi üçün fitnə olar. Buna görə yəni, bu məsələlər, yəni sələflərdən gələn bu dəlillər insanı danışanda təmkinli olmasına yəni, yönəldir. Və sələfin yolu budur. Sələfin yolu onlara oxşamağa çalışmaq, sadəcə iddia etmək deyildir. İddianı çoxları edir. Və necə ki, Şeyx Alban Rahimullah buyurur ki, iddia edənlər çoxdur, amma bu yolda sabit qalanlar azdır. Allah hər birimizi sələfin yolunda sabit qalanlardan etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.